danışmayın, adıdır. Kim əgər ağlamaq sizə yaxşı ağlasın, amma danışmayın. Və gəzsin, qurban olun sizə. Ucadinən ya Hüseyin, ya Hüseyin. Bunun ismi nedir? Sual verdi Rüqeyye, bunların ismini niye soruyorsun? Dedi bibi Zeynep, babamı sevmezler ayrılanlar. Babam Kerbela'da, Aşura gülmenler ayrılanlar. Sual ederdim babam bir de seni halda göreceğim ayrılanlar. Dedi kızım darıkma, Şam'a geleceğim. Gedəndə hərə dəvələrin üstündən özün axtı yer. Gördülər bir bacı qardaş axtarır, ay qardaş yanarlar. Ay qardaşa ürək yalanlar, qədi durdu yol çıxır yerdən. Dedi Hüseyin, nənəm Zəhralı nətri gəlir ay qardaş. Hüseyin dur mənə səs ver. Sizin qeyrətsə mən qurban olum. Gəldi üzüm qoydu kəsilən boğaza. Elə yavaş yavaş dedi Hüseyin. Hüseyin dura bəl fəzlə xəbər versin. Bacısı Zeynəb şibir ilə yola düşür ay qalsın. Səs verməyən Hüseyin. Elə yana yana dedi Hüseyin. Hüseyin dura bəl
qəbul eləməsin ona. Bilmirəm kimin qardaşı ölür. Əgər bir cavan məxsusən şəhid öləndə mən görmüşəm. Bir cavan öləndə onun gözün bağlayanda bilirsən nə deyər? Deyərin kaş mənim anam sağ olaydı, gözlərim bağlayırdı. Qazi müharibədən sonra şəhidlərdən sonra qazilər yanarlar dedi ki, mən bir qardaş var idi, dedi mən 8 dənə şəhidin gözüm bağlamış. 8'i de bunu deyirdi. Elə deyirdi Allah sağ olaydı, kaş anam burada olaydı, gözlərimi yanam kamadı.
Gedək xeymələrə. Dedi, yox, Hacı da dedi, danışdı, qurban olum Məsuda. Dedi, gedək xeymələrə. Bu sözü bilmirəm, başa düşərsən. Dedi, Hüseyin, mən gəlmirəm. Dedi, Hüseyin, əgər xeymələrə getsən, demə, çox yara dəyibdir bu cərahətdən. Yəni, cərahət doğruyublar, demə doğruyublar. Nə deyim, əvvəl? Dedi, Hüseyin, qəbrimin üstə yazarsızın xəcalətdən. Rüqəyyədən qala xəcalət qalan canımı qurban olam. Dedi, əvvəl eybi yox, getmirsən xeymələrə. Mutməin ol, bunu bil. Burada sən dəfn olacaqsan, adın ünvan olacaq. Ruhbərruhdən yatacam mən, ürəyim qan olacaq. İki qardaşı aramızda bir xiyaban olacaq. Qurban olum, əvvəl fərz. O qədər alnından öpdü, o qədər yalvardı, getmədi xeymələrə. Roza uzundur, gəldi xeymələrə. Bacı dedi, hanı əvvəl fərz? Orada bir bənd var, heç köhnəlmir, çox sevilən bir rozadır. Gəldi xanım Zeynəb dedi, Hüseyin, hanı ələmdə? Hanı mənim əvvəl fəzdir? Nə cavab verdi? Yıxılır. Şirin verin. Qurban olum sizə. Mən bugün səhər Kərbəladaydım. Bir neçə saat əvvəl Kərbəladaydım. Bilirəm, burada nə qədər Kərbəlaya getmək istəyən var. Bu il Ərbəylə. Qurban olum. Nə qədər getmək istəyən var. Ərbəylə sənə bir kilit verir. Bu duanı çox elə. Bilirsən nə dua elə? Seyid, sağ ol ki, onu yadıma salın. Bilirsən nə dua elə? Denən ağacan bir iki gündən sonra sənə bizdən var gələcək. Bilirsiniz kim gedəcək Kərbəlaya? Kim bilir? Seyidəli gələcək sənə zən var olacaq. Bax, denən ağa dördaydı Seyidəlinin məclisindən Hüseyin deyir yana. Denən ağa bugün ondan gözəl zəvvarı yoxdur. Niyə? Çünki o zəvvar sənə tükətçə qonar gəlir ağa. Ağacan bir parçalanan sevgi sənə zəvvar gəlir. Ağacan səni Allah verir, bana Seyidəlinin hörməti.
davam eder. Bir neçə gündən sonra bir gün üç gün, bəlkə də bu gün xanım Zeynəb buna yaxşı qulaq as. Əgər halda da yadına düşsə, məni də yadına salarsan, dua edərsən. Bu söz yandırar adamı. Bu günlər idi, xanım Zeynəb girdi Yezidin sarayına. Başa düşürsünüz, girdi saraya. Yezidə dedi, Yezidi rüsva elə. Yezid oradan bir nəfərə Yezid ki, əmirdir. Dedi, qalx o xanımın səsini kəs. Qalx ona deyilən sakit qalsın. Bir dəfə dedi, qalx. Dedi, ay məlum, qalx o xanımı sustur. Qalx. Bir dəfə dedi, qalxma. İki dəfə dedi, qalxma. Dedi, ay məlum, niyə qalxmırsan? Bax, dedi, ya Yezid, hey istirəm qalxa bilmirəm. Niyə? O neycələrdən yaralı başına baxır. Əbəl fəzil başına baxır. Mən qalxmaq istirəm, qalxa bilmirəm. Hey istirəm yerimdən duran. Əbəl fəzil gözləri mənə baxır. Mən qalxa bilmirəm. Yəni deyirsən əbəl fəz bacısını sustura bilməm. Canlar sənə fəda olsun, əbəlfəz. Dərdimizin davasıdır, əbəlfəz. Ruhimizin qidasıdır, əbəlfəz. Düzdür, özün nokər bildi Hüseyin. Ağaların ağasıdır, Əbəlfəz. İslam Hacının sözünə bir dəyər verəm. Xilqətin aləmdə Həzrət Əhməddir gözləyir. Buyurub bütün aləmə Peyğəmbər özü. Nə buyurur? Xilqətin aləmdə Həzrət Əhməddir gözləyir. Buyurub bütün aləmə Peyğəmbər özü. Mən Hüseyndən və Hüseyin məndəndir. Mən Hüseyndən və Hüseyin məndəndir. Nəyimiz varsa Hüseyin səndəndir. Nəyimiz varsa Hüseyin səndəndir. Mənə sinə vuracaq, amma hamımızdan xahiş elə, bura tərpənsin. Mən bir söz deyəcəm, sən də 3 kərə deyərsən, Hüseyin.